Təsəvvür eləyin ki, bir toyuqdur, bir də duz. Amma ortaya bir dənə ləzzətli təam çıxır. Dəhşət dadlı olur. Toyuqları bu şəkildə sobada qızardın. Toyuğu tərtəmiz yuyun, bölün ortadan, sinə hissəsindən və təmiz üzərinin suyunu salfetlə qurudun. Soba listinə bir paçka iri duz əlavə edirsiniz. Toyuğu baxın, qarnı üstə, yəni o kəsdiyiniz üstə otusturursunuz duzun üstünə, üzərinə heç nə vurmursunuz, nə yağ, nə duz. Sadəcə 220-230 dərəcədə üzəri bax belə xırt-xırt qızarana qədər bişirirsiniz və salam. İnanın ki, sümüyünə qədər bişir. İndi özünüz görəcəksiniz. Yəni o qədər dadlı olur. Elə biləcəksiniz ki, təndirdə bişirmisiniz. Xırçılsın görsünüz. Dəhşətdir. Yumuşaqlığını görsünüz, pambıqdır. Mütləq bu üsulla hazırlayın.